Milli Hidrometeorologiya Xidməti gözlənilən güclü küləklə bağlı əhaliyə müraciət edib. Doğru Xəbər Azərbaycan bildirir ki, müraciətdə deyilir. Martın 7-sində Bakıda və Abşeronda eyni zamanda bir çox bölgələrdə gözlənilən küləkli hava ilə bağlı sarı xəbərdarlıq edilir. Bildirilir ki, Bakıda və Abşeronda eyni zamanda Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Neftçala, Salyan, Kəlbəcər, Laçın, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Yevlax, Tərtər, Bərdə və Mingəçevir, Şirvan, Lerik yardımında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək. Küləyin sürəti bəzi yerlərdə saniyədə 20 metrə çatacaq. Nazirlik güclü küləkdə əhalini ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırır. Hər hansı ciddi təhlükə olduqda isə 112 qaynar xəttə zəng edə bilərsiniz.